أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم Bismillah, elhamdülillah və salatu və selamu alə Rasulillah. Rabbi şrah li sadri və yəssir li əmri və hlul uqdətən min lisani yəfqahu qavli. İslam ədəbi barəsində zikr edəcəm. Qısa iki qissə üzərindən. Belə bir alim olub, əhl-i sünnətin tarixində İmam Əl-Kəsai, Əbul Həsən Ali ibn Həmzə bin Abdullah ibn Bəhmən ibn Feyruzul Əsədiyil Kəsaiyil Kufi. Kufədə yaşayıb, ətba tabiindəndir. Quran-ı Kərimin 10 qiraətdən birisinin imamıdır. Kəsai qiraəti var, məşhur. Həmən qiraətin sahibidir. Həmçinin bütün ərəb dünyasında ərəb dili qrammatikasının iki dənə mənbəyi var. Birinə Bəsrə mədrəsəsi deyirlər, ikincisinə Kufə mədrəsəsi deyirlər. Bəsrə də Kufə də hər ikisi İraqdadır. Yəni, ərəb dilindən əgər söhbət gedirsə, ərəb dilinin qrammatikasından söhbət gedirsə, iki dənə mədrəsə var, üçüncü yoxdur. Bir Bəsrə yolu var, məzhəbi var, bir də Kufə məzhəbi var. Və həmən Kufə məzhəbinin ərəb dili, nəhvasının imamı bu adamdır. İmam Kəsai. Demək, Siyar-ı Ələmin Nübələ kitabında keçir qissə. Zəhəbinin kitabıdır bu kitab. Bu qissə burada keçir. Demək, Kəsai deyir ki, İmam Əl-Kəsai rahiməhullah deyir ki, Salleytü bi Harun Ər-Rəşid. Harun Ər-Rəşidə namaz qıldırdım. Harun Ər-Rəşid, yəqin adını eşitmişsiniz. Abbasi dövlətinin ən nəhəng, ən böyük xəlifələrindəndir. Onun dövləti, indi hal-hazırda yer üzərində onun dövləti böyüklükdə dövlət yoxdur. Onun dövlətinin bir başı Çindən başlayırdı. Bir ucu Qafqazda, bir ucu Afrikanın ortasında, bir ucu da İspaniyada və bütün Şimali Afrika. O qədər böyük dövlət idi ki, ondan böyük dövlət yox idi onun zamanında. Hətta məşhur bir sözü də var. Onun Bağdadda öz sarayının, qəsrinin eyvanından çıxır, baxır Bağdada, görür ki, bulud gəlir, yağış yağacaq. Buluda baxır, deyir ki, əmtiri heysu şi'tə, hara istəyirsən yağ. Yətini zəkatuka əv xəracuka. Hara yağırsan yağ. Ya zəkatın mənə gəlib çatacaq, ya da xəracın. Nə deməkdir bunun mənası? Yəni, hara gedib yağırsan yağ. Ya mənim dövlətimə yağacaqsan, yəni İslam bəldəsinə, Darül İslam'a, xilafət torpağına. Əkinçilər o yağışın suyu ilə əkinlərini yetişdirəcəklər. Sonra da məhsulu yığan vaxtı zəkatın gətirib mənə deyəcəklər. Və yaxud da istəyirsən mənim dövlətimdən çıx get başqa bir küfür bəldəsinə yağ, bütün küfür ölkələri mənə vergi ödəyir, yenə də pulu mənə gələcək. Burada belə bir söz deyir. İndi elə izzətli müsəlman və elə izzətli dövlət yoxdur yer üzərində. Niyə bunu anladıram? Adamın kimliyini təsəvvür eləyə biləsiniz ki, söhbət kimdən gedir? Harun Ər-Rəşid. Söhbətin kimdən getdiyini biləsiniz ki, bu kimdən söhbət kimdən gedir? Yəni, indi elə kişi yoxdur. Heç keçən əsrdə olmayıb. Bəlkə də bundan sonra da bir-iki əsr olmayacaq. Həmən bu imam deyir ki, Kəsai, namaz qıldırırdım bu adama. Harun Ər-Rəşidə sarayında. Yəni, namaz vaxtıdır, imam durub qabaqda. Həmən bu Harun Ər-Rəşid, bu dünyanın hökümdarı. Bu imamın arxasında namaz qılır. Deyir ki, fəəcəbətni qiraəti. Qiraətim özümə xoş gəldi. Fəqaləttu fi ayətin mə əxtə fihi sabiy qattu. Ayətdə elə bir səhv etdim ki, uşaq o səhv eləməz. Əradtu ən əqulə ləəlləhum yərciun, fəqultu ləəlləhum yərciin. Ləəlləhum yərciun demək istədim, dedim ləəlləhum yərciin. Yərciun, yərciin. Mənası bununla demək ki, ola bilsin ki, dönərlər, qaydarlar, xəta edir.
Qalə fəvallahi mə ictərə Harun ən yəqulə li əxtəətə. Vallahi deyir, Harunun cürəti çatmadı mənə desin ki, səhv elədim. Anlayırsınız? Harun Ər-Rəşidə İmam Kəsəyi namaz qıldırır, səhv edir. Deyir ki, uşaq da elə səhv eləməzdir. Birinci bunun hikməti budur ki, insan nə qədər elmdə imam da olsa, düşün ki, 10 qiraətin hafizidir, Kəsəyi qiraətinin sahibidir və ümumiyyətcə ərəblərin ərəb dili mədrəsəsinin ikisindən birisinin banisidir, Küfə mədrəsəsinin banisidir. Ancaq səhv eləyir, insandır da, hamı səhv eləyə bilər. Deyir ki, xəlifə həmən o, bəyək danışdımı, Harun Ər-Rəşid kim idi? Dünyanın hökümdarı. Deyir ki, fəvallahi mə ictərəə Harun ən yəqulə li əxtəətə. Vallahi deyir, Harunun cürət çatmasın mənə desin ki, xəta etdim. Və ləkinnəhu ləmmə səlləmtu, lakin salam verdim, namazı bitirdim. Qalə li yə Kəsəi, Harun dedi ki, ey Kəsəi, ey lüğətin həzihi, bu oxuduğun hansı qiraət idi? Onun qiraət imamıdır, alimidir, yəni ədəblə soruşur da, deyir ki, hansını oxuyurdun? Yəni belə demək istəyir ki, özü başa düşsün də. İndi belə ədəbli, əxlaqlı insanlar var, yoxdur. Heç elə izzətli adamlar da yoxdur, Harun Ər-Rəşid kimi. Elə alimlər də yoxdur, Kəsəyi kimi. Elə ədəbli insanlar da yoxdur. İndi birisi bir dənə səhv eləyəndə biri bəlkə də uzaqdan başqasının arxasından çıxıb pişkadaq ki, neynədin, səhv elədin. Deyir, salam verdikdən sonra mənə dedi ki, ey Kəsəyi, bu hansı qiraəti idi? Qultu ya əmirəl-müminin. Dedim ki, ey möminlərin əmiri. Qad yəsurul cəvad. Səxavətli insan da bəzən xəsis olur. Fəqalə əmə hədə fənəəm. Dedi ki, düzdür. Yəni, bir-birini başa düşdülər. Deməli, Zəhəbi bu qissəni Siyar-ı Ələmil kitabında zikr edir bu hadisəni. Burada çox ibrətlər var. Anlayan insan üçün, başa düşən insan üçün çox ibrətlər var. Anlamayan insanlardan ötürü isə belə qissənin 100 dənəsində danışsan, mənasızdır. Zəhəbi təliq edir buna, fikrini bildirir yəni. Bu qissəni öz Siyar-ı Ələmil Nübələ kitabında zikr etdikdən sonra altında bildirir ki, min va'i aqlihi hədəl kələm. Hədəl xəbər bi qovlihi min va'i aqli hədəl kələm. Alimə ənəl alim məhmə alə kə'buhu və bəridə fil ilmi illə ənəhu lə yəslun min əxta. Birinci buradan görsən ki, alimin deyir, topuğu elmdə nə qədər dərinə bassa da, elmdə nə qədər bariz olsa, imam olsa, bütün dünya onu təqlid etsə də belə xəta edə bilir. Və zəllət lə tuqdah fi ilmihi və lə təhuddu min qadrihi və lə tənqus mənzilətəhu. Lakin bir imamın belə xəta etməsi onun qətiyyən qiymətini aşağı salmır. Yəni ondan ona verilən o qiymət dəyər itmir, o yerindədir. Sonra وَمَنْ حَمَلَ أَخْتَى أَحْلِ الْعِلْمِ وَالْفَضْلِ عَلَى هَذَا السَّبِيلِ حُمِدَتْ طَرِيقَتُهُ وَشُكُرَ مَسْلَكُهُ وَوُفِّقَ لِلثَّوَابِ. Elm əhlinin xətasını kim belə nəql edib danışırsa, o həmən insan da təriflənir. Yəni bu qissədə Harunun müamiləsi necə oldu İmam Kəsəiyə? Bu şəkildə nəql etmək. Görün, imamın, alimin, əhl-i sünnətin alimi xəta eləyəndə də belə oradan biz fayda çıxardırıq. Hələ savabını qoyaq bir kənara. Həqiqi kişilərin, həqiqi alimlərin, muttəqilərin, Allah dostlarının, izzətli kişilərin xətasında da bir hikmət var. Ancaq sapıq insanın, nadürüst insanın, bir bidətçinin heç haqq dediyi şeydə də görsən ki, heç bir hikmət yoxdur. Bu bir hadisədir, bir adam birinə namaz qıldırır, orada bir xəta baş verib. Və bunu gör necə bizə nəql edib gəlib çıxır. Bunun üzərində çoxlu faydalar var. Bu, sələfin
həyatıdır. İmam Kəsai və Harun Ər-Rəşid. İmam Kəsai Harun Ər-Rəşidin övladlarının tərbiyəçisi, murabbi, muallim, müəllimi, müəddib, ədəb öyrədən olub. İkinci qissədə demək, Kəsai rahiməhullah Harun Ər-Rəşidin iki oğlunun tərbiyəçisi olur. Biri Məmun, digəri Əmin. Məmun o məşhur Məmundur. İmam Əhmədin zamanında Quran məxluq fitnəsində İmam Əhmədlə arasında fitnə olan kəs. Həmən Məmun, Harun Ər-Rəşidin oğludur. Deməli, bu İmam Kəsai Harun Ər-Rəşidin iki oğlunun tərbiyəçisi olur, müəllimi olur. Bir gün Harun, bu iki Harun Ər-Rəşidin övladlarına, oğlanlarına dərsi bitirdikdə İmam Kəsai qalxıb dərsi tərk etmək istədikdə bunlar hər ikisi iki qardaş qaçırlar. Öz aralarında mübahisə edirlər ki, müəllimin ayaqqablarını mən verim geyinsin. Məmun deyir, mən verəcəm. Əmin deyir, yox, mən verəcəm. Aralarında mübahisə edirlər. Axırda belə qərara gəlirlər ki, ayaqqabının bir tane sən götür, bir tane mən. Və bu xəlifənin iki oğlu gətirir hərəsi İmam Kəsainin ayağının altına ayaqqablarını qoyurlar. Biri sağ tayını, biri də sol tayını. Bu söhbət gedir, çıxır Harun Ər-Rəşidin özünə. Kəsaini çağırır yanına və sual verir. Deyir ki, ey imam, mən əəzzun nəs, ən izzətli kəs kimdir? Qalə lə a'ləmə əəzzu min əmiril müminin. İmam Kəsai deyir ki, möminlərin əmrindən daha izzətli adam tanımıram, yəni səndən. Harun Ər-Rəşid deyir ki, bələ, əksinə, innə əəzzən nəs, mən izə nəhədə min məclisihi tuqatilu alə təqdimi nə'leyhi vəliyyə əhdil muslimin. Ən izzətli adam o kəsdir ki, məclisindən qalxdıqda möminlərin əmrinin iki dənə vəliyyül əhdi ayaqqabılarını ona geyindirməkdən ötürü bir-birləri ilə vuruşurlar. Biri deyir, mən geyindirim, o birisi deyir, yox, mən geyindirim. Harun Ər-Rəşid İmam Kəsaiyə sual verir, deyir ki, ən izzətli kişi kimdir, deyir, sənsən. Deyir, yox, ən izzətli kişi odur ki, möminlərin əmrinin iki vəli əhdi məclisindən qalxanda kişinin ayaqqabısını geyindirməkdən ötürü bir-biri ilə vuruşurlar. Həmən o hadisəyə işarət edir. Və Kəsai belə zənn edir ki, Harun Ər-Rəşidin bu sözündən sonra ənnə zəlikə əqdəbəl xəlifə. Bu hadisə xəlifəni qədəbləndirib. Yəni, Məmunla Əminin bu hərəkəti qədəbləndirib. Fə'tədələl Kəsai min Harun Ər-Rəşid. Kəsai Harun Ər-Rəşiddən üzr istəyir. Harun Ər-Rəşid cavabında deyir ki, Ləv mənə'təhumə lə'ətəbtükə fə innə zəlikə rəf'un min qadrihimə. Əksinə deyir, əgər deyir, sən o ikisinə, yəni Məmuna və Əminə, ayaqqabını sənə geyindirməyi qadağa etmiş olsaydın, səni cəzalandırardın. Sən qadağa qoysaydın ki, onlara mənim ayaqqablarımı geyindirməyin, mən onda səni cəzalandırardım. فَإِنَّ ذَٰلِكَ رَفْعٌ مِنْ قَدْرِهِمَا. Bu, onların əslində qədrini, qiymətini qaldırır. Yəni, o iki xəlifənin iki oğlunun. Bu ədəbdir, bu əhl-i sünnətin alimə, imama, müəllimə verdiyi dəyərdir. Ancaq o, elə ortamda tərbiyə almayan, onu görməyən, elmin əhlinin yaxınında olmayan, içində olmayan toplumda elə şey yoxdur. Bilə bilməzlər.
misal üçün, dedim başda, dünyanın hökümdarı fəxr edir ki, 2 oğlu müəllimə ayaqqabı geyindirir. Ancaq indi elə insanlar var ki, baxırsan ki, bədəvi qədər olar olmaz. O, müəlliminə ayaqqabı geyindirməz. Hələn bəlkə geyindirənə də kənardan baxıb gülər. Niyə? Səbəb nədir? Niyə bu haldadır bu adam? Niyə bəs onlar o haldaydılar? Çünki onlar bilirdilər, elm nədir, alim nədir. Ancaq insanların əksəriyyəti belə şey bilmir. Möminlərin əmiri Harun Ar-Raşid İmam Kəsai ilə necə rəftar edib? Deyir ki, elə bir səhv etdim ki, uşaq o səhv etməzdi. Harun cürət etmədi, mənə desin ki, xəta etdin. Dedi ki, ey imam, bu hansı qiraətdir? Lakin bugün insanlara elə deyil. Bugün insanlarda belə bir şey var. Bu mövzunu qoyub başqa bir mövzuya keçirəm, lakin bir-birinə əlaqəli mövzudur. İnsanlarda belə bir şey var. İnsanların ağzından səhv axtarırlar. Və onu tapanda onu dərhal işıqlandırırlar. Dərhal onu bürüzə verirlər. İnsan nəysə görürsən, elimdən bir şey öyrənir biraz. O öyrəndiyi ilə nəsə öyrənməyib, öyrəndiyi ilə insanları imtihan edir, öyrəndiyi ilə insanlara yuxarıdan aşağı baxır, öyrəndiyi ilə insanlarda xəta axtarır. İnsanlarda belə bir xislət var, xüsusən Quran qiraəti ilə bağlı, Quran tilavəti ilə bağlı, Quran təcvidi ilə bağlı. Baxırdan bir insan yarım il, bir il gedir bir müəllimin yanına, biraz Qurandan, tilavətdən, təcviddən nəsə öyrənir. Ondan sonra başlayır bir amını yoxlamağa. Kim oxuyur, baxır buna, sonra keçir buna. Sən məddi səhv etdin, sən ixvənin yerini düz eləmədin. Belə, axırda gedir sudeyistə qutarır. Adamından soruşdan deyir ki, o da səhv oxuyur. Hamısını keçirir. Bütün nə qədər qari var, hamısını keçirir. Sudeyist, Şureym, Husari, heç kimi qoymur. Hamı da səhv tutur. Xəstəlikdir insanlarda. İndi nə üçün bunu bu qissənin üzərindən deyirəm? Yəni, müsəlmanların ən izzətli kişilərindən birisinin davranışına bax, indi bu insanların davranışına bax. Öyrənir biraz şey, ancaq hamının ağzından səhv axtarır görüm, səhv dedi. Belə özü ümumiyyətlə bir xəstəlikdir. Həm də şeytanın insanla oynamasıdır. Bunu İbn-i Cavzi Təlbis İblis kitabında danışır bu barədə. Deyir ki, وَقَدْ لَبَّسَ إِبْلِسُ عَلَى بَعْدَ الْمُسَلِّينَ فِي مَحَارِجِ الْحُرُوفِ فَتَرَاهُ يَقُولُ Deyir ki, İblis bəzi namaz qılanlarla beləcə oynayır. Namaz qılanlarla. Baxırsan ki, Quran oxuyur. Yəni, namaz qılır, səsli. Hərflərin məxrəzlərinə diqqət edirsən, baxırsan ki, bir dəfə deyir, əlhəmdu, sonra baxır ki, deyəsən alınmadı, qayıdır bir də deyir, əlhəmdu. Yəni, elə bir ki, biraz belə şaqqılladır da. Fəyəxrucu bi-iədətil kəlimə ən qanun ədəbis salət. Baxırsan ki, bu sözü iadəsi ilə əslində namazın ədəb qanunundan çıxır. Yəni, namazda sən Allahlansan. Fikri qalıb ancaq görüm ki, hərflə oynayır. Allah yaddan çıxıb. Qıldığının arxasında da yenə namaz Allah yaddan çıxıb. Görüm nətər deyəcək hərf, ona fikir verir. İblis adamı bağla salır. وَتَارَةً يُلَبِّسُ عَلَيْهِ فِي تَحْقِيقِ التَّشْدِيد Bədən görürsən ki, İblis onu şəddəli hərfi təhqiqində onunla oynayır. Görürsən ki, işi andıq elə hərflə ki, biraz da bərk sıxın. Gör nəsə biraz bərk sıxanda savab çox olacaq, ya nə olacaq? İnsanlar özün görsədir. وَتَارَةً فِي إِخْرَاجِ الدَّادِ الْمَغْدُوب Bəzən deyir, məğdub kəlməsində Fatihə surəsinin sonunda şeytan
elə insanla oynayır ki, وَلَقَدْ رَأَيْتُ مَنْ يَقُولُ الْمَغْضُوب. Mən deyir, elə adam gördüm ki, mağdub sözündə dat hərfini deyir. Elə bəş dedi ki, dat hərfini. Dad da elə bir hərfdir ki, onu möhkəm deyəndə insanın ağzından tüfürcək çıxır. Deyir, ağzından tüfürcək çıxdı. Liquvvəti təşdidihi. O şəddəni o qədər şiddətli etdi ki, fəyəxruc busaqatun. Tüfürcək çıxır deyir ağzından. Və iblis yuxric həuləi bizziyadə ən həddi təhqiq. İblis bu adamları həddən kənara çıxardaraq və həddi aşmaqla məşğul edir. Yəni, onları elə bir ki, hərflərlə baş-başa bıraxır. Adam namaz qılanda elə onun namazından ancaq o hərflərdir. İşi gücü ancaq o hərflərdir. Namazdan başqa bir şey yoxdur. وَيَشْكُلُهُمْ بِالْمُبَالَغَةِ فِي الْحُرُوفِ أَنْ فَحْمِ التِّلَاوَةِ وَكُلِّ هَذِهِ الْوَصَافِثِ مِنْ iblis. Bu tilavətin üzərində belə iblis insanı hala salmaqla əslində namazın tilavətin fəhmindən adamda heç nə yoxdur. O, oxuduğunun mənasını da bilmir. Qıldığı namazdan da qəflətdədir. İblis bu adamı hərflərlə nə edir? Hərflərlə oynadır bu adamı. Bir çox ölkələrdə var, kurs açırlar, təcvid kursu və girirlər. O qədər artıra gedirlər ki, baxırsan ki, artıq bütün günə təcvidlə baxırlar. Misal üçün, bir mühaddisçi danışır, hədis, arada ayət deyəndə, ayəti gözləyirlər, görək ki, düz elədi, məddi deyib, 4 dərəcət 2 elədi. Hədisdən danışır, hədis alimidir, danışdığı hədisə qulaq asın. Ya biri təfsirdən danışanda, təfsir öyrənmək məqsədi ilə yox, həmən o müfassirə, həmən bu təcvidin arxasından baxırlar. Görək ki, bu nəsəf eləyəcək. Və beləcə görsən ki, axırda heç kim olmur, ancaq özüdür. Deyir ki, mən tanımıram düz oxuyan. Bu təcvid həm də təkvir mövzusu ilə də bənzərdir. Şeytan insana azdırır, axırda deyir ki, yoxdur müsəlman. Elə biz iki, 2 nəfər, 3 nəfər. Necə ki, təkvirdə şeytan insanla belə oynadığı kimi, təcviddə də belə oynayır. İmam Zəhəbinin belə bir sözü var, deyir ki, bu tipdə, bu xəstəlikdə olan insanlarla bağlı, deyir, bu barədə təcvid, hərif barəsində ifrat eləyən insan 2 şərə ibtila olur mütləq. 2 şərə. Biri, hərifə ibtila olan adam, bu hərif xəstəsi, Quranın tədəbbüründən və namazın da xuşusundan uzaq olur, mütləq. Çünki hərifə elə aldanır ki, qıldığı namazında heç bir xuş olmur. Və Quranın tədəbbüründən də uzaq olur. Hansı ki, əsas Quranda məqsəd nədir? Allah təbaraka və teala kitabını niyə nazil edib? Təcviddən ötürü, qətiyyən yox. Allah subhanahu və teala deyir ki, kitabun ənzəlnahu ileykə mübarakun. Bu sənə nazil etdiyimiz mübarək kitabdır. Liyəddəbbəru əyətihi. Ayətlərini tədəbbür etsinlər. Tədəbbür etmək nədir? Anlamaq, fəhm etmək. Və liyətədəkkərə ulul əlbəb. Və ağıl sahibləri ondan öyüd nəsihət alsınlar. Bu da əməldir. Yəni, Quranın nazil olmasındakı hikmət budur. Allah subhanahu wa ta'ala Quranın tilavəti ilə bağlı Quran-ı Kərimdə bir yerdə deyir ki, Muzammil surəsində وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا Quranı tərtillə oxu, bitdi. Nədir bu tərtillə oxumaq? Əli ibn Əbu Talib radiyallahu anhu təfsir edir bu ayəti, deyir ki, Quranı tərtillə oxumaq, hərflərin haqqını vermək, yəni doğru tələffüz etmək.
Bir də vakıfları bilmək, doğru yerdə durmaq. Çünki doğru yerdə durmasan məna dəyişə bilər. Bu iki şey fərzdir. Bundan başqa təcvidə aid olan heç bir şey vacib deyil. Hamısı müstəhəbdir. İnsan müstəhəb olan şeyə elə bağlanır ki, vacib olanları tərk edir. Nədir? Şeytanın insanı alladıb uzaqlaşdırdığı. İmam Zəhəbi deyir ki, bir hərif barəsində ifrat eləyən adam, yəni təcvid barəsində ifrat eləyən adam, bir namazın xuşusundan, bir də Quranın tədəbbüründən uzaq olar. Əslində namazda vacib olan şey xuşusudur. Quranda da vacib olan şey tədəbbürüdür. Tilavətdəki əsas məqsəd tədəbbürdür. Məd,ğünnə, iqləb, idğam bu şeylər deyil. Deməli, şeytan insanı müstəhəblə alladır, fərzdən insanı uzaq salır. İkinci, bu insanın hərflərdə, təcviddə şərə mübtəla olan insanın ikinci şəri İmam Zəhəbi deyir ki, bu adam hamı haqda pis fikirdə olur. Niyə? Baxıraq hamıya deyir, hamı səhv oxuyur. Hamıya yuxarıdan aşağı baxır. Bu da ikinci şər. Bu xəstəliyə düçar olan insanın şəri. Demək, bu iki qissə sələfin alimə qarşı, elmə qarşı, xəta eləyənə qarşı olan ədəbidir. Və ikinci bu məsələ, ikinci mövzu, müsəlman bilməlidir ki, Quranda vacib olan şey Qurana doğru oxumaqdır. Hərfin haqqını vermək. Yəni, hər bir hərfin məxrəci var. Həmən hərfi, həmən məxrəcdən tələffüz eləmək hərfin haqqını verməkdir. Həmən hərfi Quranın üzərində nazil olduğu 28 hərfi haqq etmədiyi başqa bir məxrəcdən tələffüz etdikdə hərfin haqqına girməkdir və tilavəti korlamaqdır. 2. Vakıfları bilməkdir. Vacib olan budur. Bundan qalan heç bir şey vacib deyil. Şeytan insanları azdırır, hərfə musallat edir. Hamı da səhv tutur. Məsələn, sual versən, deyirsən, filan qarı var, deyir, baxmışam, onun da səhvi var. Deyirsən, filan bir qarı var, 30 ildir Quran oxuyurlar. Şureyn, Mədinədə Huzeyfi. Deyir, 10 sənə qədər səhvi var. Bu halda olan insan əslində özünün də xəbəri yoxdur ki, iblisin onu futbol topu kimi oynatdığı bir adamdır. Subhanakallahü və bihamdik əşhədu ən la ilahə illə əntə estəğfiruka və ətubu ileyk.